Hər birinizi Günəşli Salyandan, üzüm bağlarından salamlayıram. Səni gözləyir bu bağlar gəl, üzümü dərmişəm dildar gəl, yolumu gözlərəm yar gəl. Səni gözləyir bu bağlar. 3 ildir biz sırf üzüm, nar, gavalı, alça kimi meyvələrin istehsalına məşğuluq, becərilməsinə məşğuluq. Gəlin bu yarpaq haqqında biraz məlumat alaq. Yarpaq ümumiyyətlə hansı sorta məxsusdur, necə istifadə olunur, dərimi nə vaxtdan başlayır? Gavalı üçün Salyanın bu Xələc kəndi münbit torpağı var. Bu imенно gavalıya, alçaya, üzümə yarayır. Biz də elə o məqsədlə burada ərazi salmışıq. Həmin bu sort sırf gavalı qurutmaya yarayan gavalıdır. Yəni meyvə kimi də satışa gedir, amma qurutmaya daha çox effekt verir. Ümumiyyətlə bu alçanın bu sortunu qurutma üçün istifadə edirsiniz, yoxsa turşu üçün də istifadə olunur? Bu alça həm meyvə kimi yarayır satışa, həm duza, turşuya qoymaq, həm də ki qurudulmuş şəkildə, turşu şəklində istifadə eləmək olur. Təyinatı bunun müxtəlifdir.